işdən çıxartmaq prosesi bir HR-ın ən sevmədiyi rollardan biridir. Bu sahə çox yenidir Azərbaycanda, hələ ki inkişaf edir və bu sahələr üzrə əməkdaş tapmaq biraz daha çətindir. Bu halda əgər tələblərdən daha az yaşlı birini HR bəyənibsə, demək ki, o artıq onun təcrübəsini deyil, daha çox potensialını bəyənib. Şəxsən mən o sualı çox vermirəm müsahibələrdə, lakin qeyd etdiyiniz kimi çox aktual bir sualdır. Verilməsinin isə məqsədi məncə odur ki, namizədin gələcək planlarını aşkarlamaq. Təcrübəsi yoxdursa belə, müəyyən bilikləri varsa, sırf təhsilinin bir o qədər mənə görə önəmi yoxdur. Hər kəsə salam, mən Aygün. Bugündən etibarən texnologiya, karyera, marketinq və sahibkarlıq mövzularında mütəxəssisləri dəvət edərək söhbətlər aparacağam. Və bu gün mənim ilk qonaqlarımdan biri Kontaktomun insan resursları işə qəbul şöbəsinin rəhbəri Nərgiz Musayevadır. Xoş gördük Nərgiz xanım. Dəvətimi qəbul edib gəldiyinizə görə təşəkkür edirəm əvvəlcə. Necəsiz? Salam Aygün xanım. İlk öncə təşəkkür edirəm sizə dəvətinizə görə. Yaxşıyam, çox sağ olun. Biraz həyəcanlıyam, ilk dəfəmdir, amma yaxşıyam. Siz necəsiz? Əla, mən də yaxşıyam, çox sağ olun. Nərgiz xanım, mən istərdim birinci biz başlayaq. Siz necə oldu ki, insan resursları sahəsinə gəldiniz, bu sahəni seçdiniz? Bu sahəyə gəlməyiniz hansı addımlarla başlamışdı? Açığı HR olmaq uşaqlıq arzum idi kimi bir cavabım yoxdur. Çünki bu sahəyə təsadüfən gəlmişəm. 2019-cu ildə şirkət daxili bir vakansiyaya müraciət etməklə bu şans mənə verildi və mən assistent olaraq başladım. Həmən dövrdə hələ mən tam olaraq anlamırdım ümumiyyətlə HR kimdir, şirkətdəki rolu nədir. İlk dövrlərdə kolleqalarımı baxırdım, öyrənirdim. Daha sonra artıq təlimlərə getdim və yeni insanları tanımağı, onların həyatına toxuna bilməyi sevdiyim üçün düşündüm ki, bu sahədə davam etmək mənim üçün ən uğurlu olar. İndi hal-hazırda Azərbaycanın ən böyük şirkətlərindən olan Kontakt şirkətində çalışırsınız. Bəs necədir Kontaktda çalışmaq? Necə bir hissdir? Çünki az insandan çalışmırsınız, böyük korporativdir, yəqin ki, çoxlu problemlər olur. Özünüzü necə hiss edirsiniz? Şablon səslənsə də, əslində Kontaktom mənim üçün heç vaxt təkcə iş yeri olmayıb. Çünki çox erkən yaşda çox məsuliyyətli bir sahədə özümü tapdım və Kontakt Home'un əməkdaşı olmaq çevikliyi tələb eləyir, innovativliyi tələb eləyir, bəzən hətta super güc tələb eləyir və bu çox motivasiya verici bir işdir əslində. Düşünürəm ki, tanışlıq üçün kifayətdir. Gəlin bir qədər intervyulardan danışaq. Nərgiz xanım, təsəvvür edin ki, intervyudasınız, namizəd gəlib və siz ona sual verirsiniz ki, nə içmək istərdiniz? Çay, su, kofe. Namizəd də bunun qarşılığında cavab verir ki, kapuçino olsa pis olmaz. Bundan reaksiyanız necə olardı? Kapuçino. Maraqlıdır əslində, yaxşı işarədir, çünki demək qarşınızdakı insan özünü çox rahat hiss eləyir. Belə bir halla qarşılaşsam, çox rahat şəkildə xahiş edirəm 2 dəqiqə gözləsin və şirkətimizdə, ofisimizdə yerləşən Muffin Coffee Shop'a yaxınlaşıb, oradan 2 kapuçino əldə edib gələrəm namizədin yanına. Bunu egoist bir yanaşma kimi görməzdiniz, düzdürmü? Yox, əsla, niyə də yox. Adətən LinkedIn-də HR-larla bağlı çoxlu postlar görürük. Və bəzən şirkət daxilində də HR-ı təhlükə olaraq görürlər. Siz necə fikirləşirsiniz? Sizcə doğrudurmu ki, HR-ları sevmirlər? Sevmirlər deməzdim əslində. Sadəcə olaraq bəzən insanlar unudurlar ki, qarşısındakı nə qədər HR belə olsa, o da bir insandır. Onun da özünə görə müəyyən bir motivasiya istəkləri var, çox sağ ol eşitmək istəkləri var. Qeyd etdiyiniz kimi LinkedIn-də, digər sosial şəbəkələrdə HR daima gündəmdədir və təəssüf ki, əksər hallarda neqativ nümunələr paylaşılır, amma kifayət qədər müsbət müsahibələr də keçir deyə düşünürəm. Yəni onları paylaşıb HR-lara da motivasiya etmək olar məncə. Məncə də. Təsəvvür edin ki, Nərgiz xanım, hansısa əməkdaş var və siz ondan yolları ayırmalısınız, sağollaşmalısınız. Və təsəvvür edin, o əməkdaş mənim. Məni necə işdən çıxardardınız? Düşünürəm ki, ümumiyyətlə işdən çıxartmaq prosesi bir HR-ın ən sevmədiyi rollardan biridir. Şəxsən mənim üçün elədir, çünki mən insanları işə qəbul edib sevindirməyi daha çox öyrəşmişəm və daha çox sevirəm. Amma hər bir halda HR-ın rolu bundan da ibarətdir və bunu da bacarmaq lazımdır. İlk öncə ümumiyyətlə araşdıraram əməkdaşla görüşməmişdən öncə səbəblər nədir, həqiqətənmi biz sağollaşmalıyıq bu əməkdaşla. Vəziyyət bunu tələb edirsə, dəvət edərəm. Aygün xanım, xoş gəlmisiniz və s.
İlk öncə təşəkkür eləyərəm ona. Müddətdən asılı olmayaraq 3 ayda çalışıbsa, 5 ildə çalışıbsa, bu müddətdə mütləq ki bir dəyər qatıb şirkətə. Bunu ona vurğulayaram. Daha sonra artıq səbəbləri qeyd edərəm, əgər bu mümkündürsə təbii ki. Və karyerasında ona uğurlar arzu eləyərəm. Dəstəyə ehtiyacı olarsa həmişə müraciət eləyə biləcəyini qeyd edərəm. Mübahisəli mövzulardan biri CV-də şəklin olub-olmamasıdır. Sizcə CV-də şəkil olmalıdır yoxsa yox? Çünki bəziləri deyir ki, olmalıdır. Bəziləri deyir ki, şəkilli CV ATS-dən keçmir. Bəziləri deyir ki, Azərbaycanda bu hələ ki işləmir, ona görə CV-yə şəkil əlavə eləyin. Siz nə düşünürsünüz bu barədə? Bu biraz pozisiyadan asılı bir məsələdir. Əgər siz reception, mühafizə kimi vakansiyalara müraciət edirsinizsə, təbii ki, CV-nizdə şəklinizin olmağı faydalıdır, amma praktikada CV-də sırf şəkil yoxdur deyə müsahibəyə dəvət etməməyə bu məncə düzgün bir yanaşma deyil. Hər bir halda insanı tanımaq lazımdır. Yəni siz CV-də şəklin olması tərəfdarısınız. Əgər müştəri ilə birbaşa ünsiyyətdə olacaqsa, bəli, amma tutaq ki, operator çalışacaqsa, dizayner çalışacaqsa, mənim üçün onun zahiri görünüşünün heç bir əhəmiyyəti yoxdur. Aydındır. Bəs hal-hazırda özünüzün şirkətində də ola bilər və ya digər təcrübələrinizdən hansı pozisiyalara insan cəlb eləməkdə daha çətinlik çəkirsiniz? Son illər ümumiyyətlə IT, analitika, süni intellekt bilirsiniz ki, çox geniş yayılıb. Bu sahə çox yenidir Azərbaycanda, hələ ki inkişaf edir və bu sahələr üzrə əməkdaş tapmaq biraz daha çətindir. Düzdür. Siz misal üçün sizin kimi bir neçə müəssisə bizə kömək edir bunda və buna görə sizə çox təşəkkür edirəm. Amma hər bir halda bəzən bu sahələr üzrə həqiqətən çətinlik çəkirik tapmaqda. Təsəvvür edin ki, şirkətdə bir pozisiya var və siz uzun müddətdir ki, bu pozisiyaya adam axtarırsınız və tapa bilmirsiniz. Və həmin departamentdə olan, bu rəhbər pozisiyadır, həmin departamentdə olan şəxslərin yaş ortalaması 30-35 yaş arasıdır. Amma bu pozisiyaya çox yaxşı bir namizəd müraciət edib və onun yaşı daha azdır. Deyək ki, 23 yaşı var. Bu yaş ortalaması daha yüksək olan bir yerə, rəhbər pozisiyaya kiçik yaşlı hər hansısa bir namizədi götürərdinizmi? Əslində burada bir neçə faktor rol oynayır. Hansı sahədir, neçə nəfər əməkdaş olacaq tabeçiliyində. Amma ümumi olaraq baxsaq, erkən yaşlardan çox yaxşı liderlik bacarığı olan insanlar var və bu halda əgər tələblərdən daha az yaşlı birini HR bəyənibsə, demək ki, artıq onun təcrübəsini deyil, daha çox potensialını bəyənib və burada onun yaşının az olması deyil də məsuliyyətinin az olmaması vacibdir. Maraqlıdır. Bəs sizcə sertifikatlar yerli və ya beynəlxalq fərqi yoxdur? İşə qəbulda hər hansı bir əhəmiyyəti varmı? Sertifikatın özünün bir qədər yox, amma insanın öz şəxsi inkişafına ayırdığı vaxt burada daha çox önəmlidir. Yəni vacib deyil ki, kurslara getsin, təlimlərə qoşulsun. Self-study da eləyə bilər və bəzən qarşınızdakı insan self-study edərək, yəni sertifikatlı birindən daha yüksək göstəricilərə malik ola bilir. Bəs heç olubmu ki, siz CV-yə baxmısınız, görmüsünüz ki, namizəd zəifdir, amma yenə də sizi nəsə cəlb edib və siz namizədi dəvət eləmisiniz intervyuya, amma o gəlib CV-si zəif olsa da intervyuda çox wow bir nəticə göstərib. Əlbəttə, bu kimi hallar çox olur. CV sadəcə bir portretdir. İnsanın özünü tanımaq vacibdir. Müsahibədə insan elə bir enerji ötürə bilər, elə bir dəyərləri sizə göstərə bilər ki, təcrübəsi əslində axtardığınızdan daha az olsa belə sizin şirkətdə töhfə verəcəyinə əmin olursunuz və dəyərləndirirsiniz. Bəs sizcə sizin şirkətdə elə bir pozisiya var ki, bunu ancaq qadınlar icra edə bilər ya da ancaq kişilər icra edə bilər? Məncə hər sahədə var belə pozisiyalar. Düzdür, maksimum gender bərabərliyini çalışırıq qoruyaq, amma misal üçün bir xanıma 5-ci mərtəbəyə soyuducu qaldırmaq yəqin ki, razılaşarsınız ki, çətin olar. Bəziləri deyir ki, bəzən şirkətlər eyni pozisiyada, eyni işi görən kişi və qadına ayrı-ayrı maaşları verir. Hətta bəziləri deyir ki, kişilər qadınlardan daha çox maaş alırlar. Sizcə bu doğrudur? Praktikama əsaslanaraq deyə bilərəm ki, bu belə deyil. Çünki adətən vakansiya elan olunanda zaten müəyyən bir məbləğ razılaşdırılır və əsasən bu elanlarda qeyd olunur. Amma ümumilikdə əmək haqqı cinsiyyətə görə təyin olunmur, vəzifənin məsuliyyətinə görə, tələblərinə görə təyin olunur və şəxsi təcrübəmdən də götürsək, hal-hazırda kifayət qədər yaxşı əmək haqqı qazanan xanımlar var. Yəni eyni vəzifədə olub da fərqli
fərqli gendera görə maaş verilməsi halları məncə bu dəqiqə o qədər də yayğın deyil bazarda. Bəs Nərgiz xanım, heç unutmadığınız bir müsahibə xatirəniz var? Gülməli ola bilər, yaxşı ola bilər, pis ola bilər, fərqi yoxdur. Var əlbəttə. Unudulmayan müsahibələr də olur, unudulmayan namizədlər də olur. Misal üçün bir neçə il əvvəl IT sahəsi üzrə bir CV gəlmişdi bizə və CV-dən çox güclü bir namizəd idi. Dəvət etdi və bu şəxs müsahibəyə içkili formada gəldi və müsahibə zamanı bildirdi ki, əslində mən IT olmaq istəmirəm. Mənim bir arzum var və bu kababçı olmaqdır. Və düşünün ki, bütün müsahibəni o bizə kababçı olmağın sirlərini danışıb. Hələ də IT direktorumuzdan bunu yad edirik. Çox ümid edirik ki, həmin insan arzusuna çatıb. Biz ona mane olmadıq bunda. Özü yəqin ki, bəlkə qarşısına çıxar, ümid edirik ki, əgər çatıbsa məncə rəylərdə bizə yazsın. Təsəvvür edin ki, intervyuda ancaq bir sual vermə şansınız var. Bu hansı sual olardı? Yalnız bir sual verməyə şansım olsaydı, soruşardım ki, səni uğurlu edən 3 ən güclü xüsusiyyətin nələrdir? Məncə bu sualın cavabı insan barədə çox şey bildirə bilər. İlk növbədə insanın özünü nə qədər yaxşı tanıdığını, nə qədər realistik olduğunu göstərir. Nərgiz xanım, sizcə HR rəhbərin tərəfində olmalıdır, yoxsa əməkdaşın? Məncə HR ümumiyyətlə tərəf saxlamalı deyil, HR balansı saxlamalıdır. Biznes ehtiyacları, ədalət bu qərarın verilməsində rol oynamalıdır. Bəzən çətin olsa da insanla yolları ayırmaq lazım olur. Bəzən isə HR əməkdaşın vəkili olaraq çıxış etməlidir. Nərgiz xanım, intervyuda məşhur sual olan özünüzü 5 il sonra harda görürsüz? Sualını namizədlərə verirsiniz? Şəxsən mən o sualı çox vermirəm müsahibələrdə, lakin qeyd etdiyiniz kimi çox aktual bir sualdır. Verilməsinin isə məqsədi məncə odur ki, namizədin gələcək planlarını aşkarlamaq, ümumiyyətlə sahəyə olan marağını aşkarlamaqdır. Bəlkə söhbət əsnasında bu sualın cavabı olaraq insan elə bir cavab verəcək ki, və siz görəcəksiniz ki, insan ümumiyyətlə xoşbəxt deyil olduğu sahədə və tutaq 2 il sonra təhsilini artırıb başqa bir sahədə davam etmək istəyir. Bunu öncədən görüb insanı daha fərqli istiqamətlərdə yönləndirmək olar məncə. İntervyuya 2 namizəd gəlib, eyni pozisiyadır. Namizədlərdən birinin çox güclü diplomu var, amma təcrübəsi yoxdur. Digər namizədin isə yaxşı təcrübəsi var, amma diplomu yoxdur. Siz hansı namizədi seçərdiniz? Namizədin diplomu olması bəzi pozisiyalar üzrə üstünlükdür, əlbəttə ki, amma hər şey demək deyil. Bəzən elə namizəd görürük ki, həqiqətən bəzi müəyyən səbəblərdən təhsilə vaxt və vəsait ayıra bilməyib, amma çox potensiallıdır və gələcəkdə çox yaxşı bir mütəxəssis ola bilər. Bu halda düşünürəm ki, əgər pozisiya tələbi buna imkan verirsə, potensialı dəyərləndirmək daha düzgün olar. Çünki insan öz potensialının fərqindədirsə, o onsuz da anlayacaq ki, irəliləmək üçün ona təhsilə də ehtiyac olacaq gələcəkdə. Bəs təsəvvür eləyək ki, sizdə proqramlaşdırma üzrə vakansiya var, siz proqramçı axtarırsınız, amma namizədin proqramlaşdırma üzrə backgroundu yoxdur, yəni ali təhsili yoxdur, o hansısa fərqli bir ixtisasdan gəlir. Bu pozisiyada ixtisasın fərqi varmı? Əgər təcrübəsi yoxdursa belə, müəyyən bilikləri varsa, sırf təhsilinin bir o qədər mənə görə önəmi yoxdur. Çünki təhsil seçimini çox erkən yaşda edirik biz və təəssüf ki, bəzən bunda valideynlərimiz də rol oynayır və insan təhsil aldığı müddətdə yalnız başa düşür ki, bu sahə ona nə qədər maraqlıdır. Əgər insan bu sahədə çalışmaq istəmirsə, ona maraqlı deyilsə, doktorantura oxusa belə faydası yoxdur. O işi o heç vaxt həvəslə görməyəcək. Amma həvəsi olduğu bir sahədə o kifayət qədər uğurlu ola bilər. Sonuncu sualım belə olacaq ki, Nərgiz xanım sizə, bizi həm yeni məzunlar, həm də peşəkarlar izləyir. Yeni məzunlara işə qəbul üçün hansı tövsiyələriniz olardı? Bir də artıq öz işində mütəxəssis olanlara yeni işə qəbul üçün hansı tövsiyələriniz olardı? Bəzən insanlar çətinlik çəkir iş tapmaqda və bu kimi hallarda çarəsizliyə düşürlər və bütün vakansiyalara, bütün sahələrə müraciət edirlər. Bu bir növ rekruterdə sual yaradır həmin namizədə qarşı. Tövsiyə edərdim ki, çarəsizliyə qapılmaqdansa insan özünü analiz etsin. Niyə mən qəbul almıram, zəif tərəflərim nələrdir və onları inkişaf etdirməyə çalışsın. Dəfələrlə olub ki, 3-4-cü dəfədən işə qəbul olan şəxsləri görmüşəm. Demək ki, həmin insanlar çarəsizliyə
düşməyiblər, başa düşüblər ki, harda səhv edirlər və həmin səhvi düzəltmək üzərində çalışıblar və mütləq ki, sonda uğur qazanıblar. Çox sağ olun Nərgiz xanım. Mənim suallarım bu qədər idi. Əminəm ki, izləyicilər üçün çox faydalı olacaq. Dəvətimi qəbul etdiyinizə görə bir daha təşəkkür edirəm. Uğurlar. Çox sağ olun Aygün xanım. Mən də bir daha sizə təşəkkür eləyirəm. Ümid edirəm ki, izləyicilər də maraqlı oldu. Sizə də növbəti podkastlarınızda da uğurlar arzu edirəm. Çox sağ olun.